Əvvəlcə idmana marağınız haqqında deyərdiniz. Hansı növlər sizi daha çox evirsiz? Hansı idman növlərinə marağınız var izləmək barəsində? Tarbəcə məsələyə bir dənə aydınlıq gətirək. Deməli, tamaşaçılar da soruşa bilərlər ki, yəni dinara, idmanara və yaxud da bu müsahibənin bir mənası varmı? Biz xeyli vaxtdır da danışırdıq bu hardasa. Aprel ayından mən sizi. Keçən ilin aprel ayından bəli bir müzakirəmiz olur. Ancaq mən israrla geri çevirdiyim halda siz də israrla təkid edirdiniz. Yəni mənim bu məsələdə yanaşmam odur ki, bir insan hər şeyşünas ola bilməz də. Yəni hər şeydən danışa bilməz. Amma sizin bəzi idmanla bağlı məsələlərdə təkidlə soruşmağınız nəticəsində belə bir müsahibə alındı. Sizə təşəkkür edirəm, amma yenə də həqiqətən bizi dinləyən, seyr edən idmançılarımızdan, ondan sonra bu işlə məşğul olan peşəkarlardan üzrxahlıq eləyərək bu məsələyə başlayaq. Birinci növbədə çünki dinlə idman nə qədər birlikdə gedə bilər, bu məsələnin başqa bir tərəfidir. Çünki din məsələsi elədir ki, bizim həyat yolumuza bir növ işıq tutur, bizə bələdçilik eləyir, bizə yol göstərir, bizim həyat yolumuzdur. Həyat yolumuzda da təbii ki, bu günlərin bizim qeyd elədiyimiz idman məsələsi ilə mütləq hər hansısa bir yerdə üzləşir, qarşı-qarşıya gəlir. Bu mənada yanaşa bilərik ki, idman məsələsi həqiqətən həyatın aktual məsələlərindən biridir. Bunu bir kənara atmağımız mümkün deyil. İndi sizin suallarınıza keçə bilərik. Əvvəlcə sizin özünüzdən başlayaq. Yəni mən dediyim kimi idmanı uşaqlıqdan sevirsiniz. Hansı dövrdən, idmanın hansı növlərinə daha çox marağınız var? Tahir bəy, uşaqlıqdan hər birimiz onu yaşamışıq. Məsələn, futbol oynamışıq həyətdə. O Maradona'nın ən güclü olduğu o 80-ci illərin axırlarında. Bəli, o dünya çempionu olur. Diego Armando Maradona. Məsələn, həmin vaxtda paltarımızın üstündə Maradona yazıb həyətdə futbol oynayırdıq. Hətta mən olmamış uşaqlar futbolu başlamırdılar. Ondan sonraki dövrlərdə məsələn bir karatəyə getməyə başlamışdım. Sadəcə orada məşq zamanı, yarış zamanı bir gəncin qoluna vurduğum zərbə nəticəsində onun qolunun çıxması və yaxud da sınması həmin vaxtda çox ciddi travma yaşatmışdı. Mən də onu dözə bilməmişdim həmin insanın bunu elədiyimə görə və ondan uzaqlaşmışdım. Düzdür, başqa bir yerə getmişdim, yenə ondan uzaqlaşmışdım. Amma ondan sonra orta məktəblərdə, bu özəl məktəblərdə oxuduğumuz zaman biz tənəffüslərdə dostlarımızdan tez-tez tenis oynayardıq. Bu indinin özündə də məsələn bəzi yerlərə getdiyim zaman tenis masası gördüyüm zaman tenis oynamağa həvəslənirəm. Stolüstü tenisdən əlbəttə. Ona görə bunlara həvəsim var. Bunlara ancaq maraq göstərmişəm, amma peşəkar şəkildə belə bir arzum, belə bir istəyim heç bir zaman olmayıb. Amma futbol oynayarkən istedadınız karatədə, yəni bacarığınız yüksək səviyyədə idi? Deməzdim. Çünki bəzən sadəcə bunlar bilirsiniz necədir? Hər bir sahədə fərdi yanaşma, məsələn futbol hər nə qədər ən peşəkar futbolçunu da bu günlərim Azərbaycanın gətirib Qarabağ komandasından oynatsanız, əgər orada komanda ruhu yoxdursa, komanda şəklində hərəkət eləmirsinizsə, orada siz yenə də nailiyyət əldə eləməyiniz, müvəffəq olmağınız sual altındadır. Amma karatə məsələsində karatədə müəyyən bəli nəticələr əldə eləyirdik, ancaq yaxşı ki, burada da davamlı olmayan bir tərəfə çevrildi. Ona görə də uzaqlaşmaq məcburiyyətində qaldım. Daha çox oxumağı ön plana keçirdim. Belə futbol izləyirsiniz müasir dövrdə? Belə deyim, bəzən az da olsa, məsələn xülasələr olur futbol oyunlarından. Ya məsələn deyək ki, İspaniya liqinə baxdığınız zaman La Ligaya orada məsələn 3 dəqiqəlik, 4 dəqiqəlik olanlar olur. Və yaxud da Türkiyə liqasına baxdığınız zaman Bein Sport orada bəzən verir. 8 dəqiqə, 11 dəqiqəlik elə xülasələr olur ona. Yaxud da belə çox qlobal oyun olduğu zaman bəzən baxdığım olur. Çünki bilirsiniz necədir? O anın mənə qazandırdığı heç nə olmur. Çünki orada vaxt itkisi olaraq görürəm onu. Hətta hər bir zaman düşünürdüm ki, bir topun arxasından bu qədər insanlar qaçır. Amma məsələn bəzən o insanın alınması üçün, məsələn axırıncı dəfə Türkiyənin Galatasaray klubunun Osimhenlə bağlı alınanda milyonlardan, yəni 70 milyondan çox pulun xərclənməsi mənə həmişə qəribə gəlir ki, insan beyninə, insan zəkasına, insan ağlına, insan dərrakəsinə bu qədər pulu ayrılmadığı halda
yəni bu günlərin kütlənin əldə olan bir əyləncə olaraq yanaşmalı olduğu bir məsələyə bu qədər vəsait xərclənir. Bu həqiqətən mənə hər bir zaman qəribə gəlir və bunu alqışladığım mənasına heç bir zaman gəlmir. Məsələyə başqa prizmadan yanaşıla bilərmi ki, məsələn, insanların və yaxud da ki, ölkənin tanıdılmasına qatqı payı düşünmürəm bunu da. Çünki bir ölkənin futbolla tanıdılması, futbolla ayaqda qalmasındansa elmlə daha çox ön plana çəkilməsinə üstünlük verirəm. Qalatasaraydan söz düşmüşkən Qalatasaray azarkeşsiz formanızı da görmüşəm sosial şəbəkədə. Yox, orada Tahir bəy tamamilə başqa bir məsələdir. Mən bir komanda tutmuram heç bir zaman. Vaxtilə məsələn sadəcə Türkiyənin Trabzonspor futbol klubuna azarkeşlik qismən eləyirdim. Nəyə görə onu da deyim. Çünki o İstanbulda olmayan yeganə komanda idi ki, kənardan gəlirdi və çempion olmuşdu dəfələrlə. Ondan sonra bəzən orada əsasən oyunçular, yerli oyunçulardan istifadə olunurdu. Buna görə bir marağım var idi. Amma ondan başqa məsələn Qalatasaray bizim tələbəlik dövründə UEFA çempionu olmağı, bu məsələdə bəni onlara hər bir zaman azarkeşlik etməyimə gətirib çıxarmışdı. Amma tərəf tutmağın tərəfdarı deyiləm. Çünki bu elə bir məsələdir ki, bəzən tərəf tutduğunuz zaman digər tərəfə fərqli şəkildə yansıyır, əks eləyir. Sadəcə bir dəfə bu elə bir fikir formalaşdı ki, məsələn, mən hansısa komandanı tuturam, orada da Qalatasarayın bir imzalı, şəxsən futbolçuların imzalı mənə bir formasını hədiyyə eləmişdilər. Kimdir? Necə? Kimin forması idi? Bir nəfərin deyildi forma. Osimhenin imzası olan, ondan sonra texnik direktorun imzası olan, Icardi'nin imzası olan, türkçə ona ıslak imza deyirlər. Qol çəkdikləri bir forma idi. O da elə bir məqam oldu ki, indi bilmirəm bunu açıqlamağım nə qədər doğrudur. Türkiyənin həmin o Qalatasarayın bugünkü futbol klubunun başqanının oğlu ilə münasibətlərimiz olduğuna görə, səmimi münasibətlərimiz olduğuna görə, o da elə oldu ki, cümə namazından çıxanda bir də gördük eyni yerdə idik. Oturduq söhbət əsnasında, axşam bizim başqa bir ortaq dostumuz var, ona zəng elədi ki, bəs mən Elşada belə ıslaq imzalı, özəl bir forma hədiyyə vermək istəyirəm, istəyər özü necə istifadə eləyər. O cürə, mən də sadəcə onu əynimə geyinib bircə günlükdə olsa, Azərbaycana qayıdandan sonra, övladlarım şəklimi çəkmişlər, onu paylaşmışdım. Onda elə bir təəssürat yarandı. Sadəcə olaraq həmin o Qalatasaray komandasını mənim yaxın dostum, həqiqi mənada xəstəsi deyim, manyakı deyim, azarkeşi deyim, bir dostuma, İlham adlı dostuma hədiyyə elədim. O Qalatasarayın fanatçasına deyə biləcəyim bir azarkeşidir. Ona verdim, o da öz atasına verib, atası ilə bərabər belə bir azarkeşlikləri var. Amma sadəcə olaraq bir məsələ var idi ki, komandalara nəyə baxıram hər bir zaman? Türkiyədə şikə deyirlər. Yəni oyunların satın alınıb alınmaması. Bilirsiniz ki, Qalatasaray ilə bağlı belə bir məsələ yoxdur, amma Türkiyədə Fənərbağça ilə bağlı, bir də başqa bir komanda ilə bağlı belə bir Beşiktaşlı kubokda UEFA-nın özünün internet saytında da adları mövcud olduqlarına görə bu məsələdə biraz ədalət prizmasından yanaşıram. Həmişə də yəni bu məsələlərin kənar bir formatda, bir mərclə və yaxud da idman oyunundan başqa bir ana gətirilməsinin, aparılmasının tərəfdarı olmadığıma görə sadəcə belə bir anlayış var. Hətta elə olur ki, biz Türkiyədə imtahan vaxtı mən oraya tez-tez gedirəm bununla bağlı. Orada yığışıb bir yerdə komandaya azarkeş eləyənlərlə bir yerdə futbola bəzən baxmaq məcburiyyətində qalıram. Onları məsələn qışqırmağına, tullanıb düşmələrinə heç bir zaman məna vermirdim. Sonra bəzən elə oldu ki, gördüm özünü müsəlman sayan, daha doğrusu adlandıran və bununla bağlı videolar çəkən insanların futbola baxarkən özlərindən keçmələri və yaxud da stadionda olarkən bəzən ağızlarına söyüş almalardı. Mən dedim, bunlar nə qədər etikdir, nə qədər İslamidir, nə qədər doğrudur. Ondan sonra bu məsələlərdə özü də demişdi ki, bəli, həqiqətən bəzən insan özü anlaqsız vəziyyətdə olur. İfrata vardıqlarından görə. Amma məsələn, Avropanın bəzi ölkələrində getdiyiniz zaman düzdür. İngiltərədə futbol xuliqanlığı deyilən bir anlayış olsa da, amma insanlar çox rahatlıqla gəlib futbola baxıb, istirahətini eləyib, qışqırmadan, həmin o həyəcana, özünü stresə salmadan rahatlıqla çıxıb gedə bilirlər. Amma bəzən təəssüflər olsun ki, bəzi ölkələrdə elə Türkiyənin özündə bunu sanki din halına gətiribdilər. Bir-birlərinə düşməncəsinə yanaşmalar, bir-birlərinə nifrət eləmələr və s. Halbuki insanlara kütləni bu cürə idmandan başlarını qataraq başqaları məsələlərə başqa prizmadan baxırlar. Məsələn, stadionlardan ötəri torpaq yerlərinin alınıb satılması, futbolçuların alınıb satılması və yaxud da bunun bir imic halına gətirmələri və yaxud da siyasətə yön vermələri. Son dövrdə bilirsiniz ki, məsələn, Türkiyə prezidentinin Səudiyyə Ərəbistanda olarkən Kanteni, bəli, Fənərbağçada orada bu məsələdə rol oynamasını məsələn mən anlaya bilmiş deyiləm. Niyə? Çünki
futbola siyasət niyə qarışmalı idi Hətta misalında. Fenerbahçe təşəkkür də elədi. Təbii ki, amma bunlar doğru deyil. Düz də ola bilər. Məsələn, prezident deyir ki, həmin ölkənin o kluba azarkeşlik eləyə bilər, amma bu ədalət prizmasından məsələyə yanaşılmalıdır hər bir zaman. Eyni münasibəti digər komandalara da göstərilməlidir. İmridən Quranı sevdirəcək yeni əsər. Ali İmran surəsinin izahlı tərcüməsi. Quranda başa düşülməyən ayələr varmı? Quran Tövratı və İncili necə təsdiq edir? Allahdan qorxan, Allahı ürəkdən sevə bilərmi? Quranda kişilər qadınlardan üstün tutulurmu? Qurandakı şəhid, cihad, rəsul, qeyb sözlərinin mənası nədir? Bu kitabda bir çox suallarınıza cavablar tapacaqsınız. Kitabı 051 408 08 88 nömrəsinin WhatsApp-ına yazaraq və 012 408 08 88-ə zəng edərək əldə edə bilərsiniz. Maraq diqqətimi çəkdi. Qalatasaray başqanının oğlu ilə münasibətləriniz haradan yaranıb? O da yenə Quranla əlaqəli münasibətlərdən. Onun özü hərdən qədər futbolu stadionda izləməsə də münasibətlərə görə xələl gələr deyə. Yəni o da özünü bir Quran tələbəsi sayan və eyni zamanda biraz onun da manyaklığı var bu mənada ki, hətta bizim bəzi dostlarımız var, professordur, məsələn dinlər tarixçisidir, adını da deyə bilərəm, Zafer Duyğu. O Fenerbahçalı olmasından baxmayaraq hətta ona da zəng eləyib Galatasaray oynayanda Allah üçün ona da dua etməsini bu qədər belə istəyən bir insandır. Yəni bəzən görürük Ramazanlarda və sairələrdə onların özlərinə sahib olduqları otellərdə və sairələrdə iftar süfrələri açaraq məsələn bunu kimsə bilməz belə şeyləri. Allah üçün belə müsbət mənada dəstək olduqları insanlar da var. Ona görə belə bir münasibətimiz yaranıb o qədər. O sizi videoda izləyib yəqin sizi. Yox, bizim sadəcə ortaq dostlarımız vasitəsilə. Dostların vasitəsilə tanış olmusunuz. Azərbaycanda da yetərincə futbolçular var ki, yəni dinə meylliyi var. Məsələn, Qarabağda Qurban müəllimin, mən bildiyim qədər, Rəşad Sadıqovun Zirənin baş məşqçisi, yəni dinə ibadət əhlidir. Bəzi futbolçularda da var. Ümumiyyətlə, sözüm ondadır. Qarabağın bu uğurları fonunda bu məsələyə də münasibətinizi bildirərdiniz. Bilirsiniz necədir? Mən sizə bir şey deyim. Yəni istəməzdim ki, həmin o uğurlara hər hansısa bir dini yanaşma kölgə salsın. Aydın məsələdir sadəcə. Rəşad Sadıqovla da, Qurban Qurbanovla da elə olub üçümüz bərabər yeməkdə yemişik, restoranda oturub vaxtı ilə. Amma sonrakı müəyyən düşüncələrimizdə dəyişiklik olduğuna görə arada müəyyən məsafələr olsa da, amma qarşılaşdığımız zaman toyda və s. çox rahatlıqla bir-birimizdən qucaqlaşıb görüşə bilirik. Yəni bu münasibətləri qorumağa çalışırıq ki, digər məsələlər buna aidiyyatı olmasın. Mənim o insanlara indinin özündə də həqiqətən çox böyük sayğım var. Çünki Azərbaycanın tanıdılması baxımından bu yöndə hər nə qədər qəbul eləməsəm də ki, sırf futbolla tanıdılsın. Amma Azərbaycana bu günlərim o həvəsi yaratmaq, hətta mənim kiçik oğlumun özü belə peşəkar futbolçu olmağa çalışır. 9 yaşı olsa da, hətta müəyyən bir müddət getdi Qarabağın komandasına da məşqlərdə iştirak elədi. Məsələn, bu gündən Real Madridin oyunçusu Arda Güler kimi, məsələn, sol ayağı olması və s. belə bir üstünlükləri var. Ancaq özünə də biz hər bir zaman matematik deyirik ona. Çox riyazi kafası var onun. Amma bu yöndən də futbolda istərsə, əgər indi də davam eləyir, bu günlərimdə müəyyən məşqlərinə hətta heç birini axsatmadan davam eləyir, məşqlərə gedir, futbolunu oynayır. Yəni sabahın bəlkə də futbolçusu olacaq. Mən buna qarışa bilmərəm. Ancaq özünün həvəsi var. Bu həvəsi də bir kənara qoya bilmərəm. Amma mən bir zamanda özdən də deyirəm ki, məsələn futbolun özündə belə məsələlər tamamilə fərqlidir. Yəni bizim baxdığımız qədər bəsit deyil. Topun atılması, atarkən məsələn onun topun nə qədər havada dövr eləyib deyək ki, öz oyunçusuna gəlib çatacağı və yaxud da o qolu vurarkən 9-luğa bunların atılması, eyni zamanda həm məntiq oyunu da var burada, riyazi hesablamalar da beyində olur. Ona görə dedim ki, bunu bir kənara buraxma, davam elətdir, amma təhsil məsələsində heç bir zaman kənara qoyma. Çünki bəzən elə bir şeydir ki, adi aldığınız peşəkar idmanda bir dənə yara, bir dənə və yaxud da hər hansısa bir zədə sizin ömürlük olaraq o sahədən uzaqlaşmanıza gətirib çıxara bilir ki, bugün bizim tanıdığımız elə dostlarımız var ki, onlar bu aldıqları zədələrə görə peşəkar idmandan kənarda qalıbdılar. Siz deyəsən hansı komandada oynayır, hansı komandanın onu deməməyimiz daha yaxşı olacaq indi. Özünüz Qarabağın oyunlarını izləyirsiniz Avrokuboklarda.
İzləyə bilməsəm də xülasələrdən baxıram. Məsələn, insanlar o qışqırıq səsləri gəldiyi zaman gol olduğunu bilirəm. Həvəslə məsələn o xülasələrlə bəzən baxıram. Hətta Qurbanın orada özünü belə çox təmkinlə aparmağı, məsələlərə daha müsbət yanaşması mənə həqiqətən təqdirə layiq bir hal kimi və digər bir çox Türkiyədə gördüyümüz o çılğın texnik direktor anlayışından tamamilə təmkinli, məsələlərə soyuqqanlı yanaşan bir insan imici formalaşdırması baxımından çox təqdirə layiq haldır. Alqışlayıram ona görə. Xatırlayırsınızsa Marsel'lə oyunda da qolu ləğv elətdirmişdi, əllə oyunda. Bəli, özü oradan əvvəlcədən ləğv elətdirmişdi deyəndə qol olmadığını bəli qeyd eləmişdi orada. Aydındır. Ümumiyyətlə az öncə müsahibənin əvvəlində də qeyd elədiniz, İslamın idmanla münasibəti. Ümumiyyətlə İslam dinin özünün idmanla məşğul olma, idman prosesləri haqqında mövqeyi necədir? Quranda, hədislərdə bu mənada. Yəni bilirsiniz nətərdir? İslam dini hər bir zaman məsələn insanların düzgün qidalanmasıdır, düzgün yaşanmasıdır, sağlamlığıdır, buna önəm verir. Biz əslində bu gün Allahın buyurduğu namaz anlayışına, oruc anlayışına baxdığımız zaman burada da müəyyən qidalanma rasionumuza necə əhəmiyyət verməli olduğumuz, sonra yeyib için ancaq israf etməyin deyə məsələyə yanaşmada yanaşıldığı zaman bunun bütün idman məsələlərində həyata keçirildiyinin şahidi oluruq. Çünki bütün idmançılar həmin o qidalanma rasionuna əhəmiyyət verməlidirlər. Amma idman sözün özü ərəb sözüdür. Məsələn, bundan başqa məsələn idmanda istifadə olunan təmrin sözü deyə bir ifadə var. Yəni bu idman əslində həmin o edilən hərəkətlərin, davranışların davamlılığını bildirən bir məsələdir. Yəni bir şey davamlılığı olduğu zaman siz bunun müəyyən nəticələr ala bilərsiniz. Yəni o baxımdan Quranda belə bir qadağa yoxdur. Belə bir əksinə insanların sağlamlığı baxımından olan tövsiyələr idman kimi başa düşülməlidir. Çünki İslam dini hər bir zaman hal və hərəkətin tərəfdarıdır. Düzgün yaşamağın tərəfdarıdır. Ona görə də burada qidalanma məsələsi olsun, digər sağlam yaşanma məsələsi olsun, bunu görə bilərik. Amma Peyğəmbərinlə bağlı həyatına baxdığımız zaman, məsələn, tarixi mənbələrə müraciət edəndə orada üzməklə, ox atmaqla bağlı müəyyən tövsiyələrin olduğunu bildiririk. Və bu gün də bizim bildiyimiz deyək ki, bir çox idman növləri əsasən dinlə əlaqəli olaraq ortaya çıxdıqlarının şahid oluruq. Məsələn, bilirsiniz ki, Meksikada məsələn qədim Mayalıların onların özlərindən bugün bizim handball dediyimiz əl topu ilə oynamaları və bunların dini ritual şəklində həyata keçirilmələrini şahid oluruq. Eyni zamanda futbolun özünün belə hər nə qədər 1863-cü ildə İngiltərədə bu gündəmə gətirilsə də, həmin orada mövcud olan din anlayışının bir nəticəsi olduğunu bilirik. Bundan başqa deyək ki, məsələn, atletika ilə bağlı qədim Romanın özündə hər nə qədər tanrılarla əlaqələndirilsə də, olimpiyada oyunları bununla əlaqələndirilsə də, bunların da dini bir yanaşma olduğunu şahid oluruq. Şərq döyüş növləri hətta Yapon. Bəli, orada ondan başqa hələm ora gəlməmişdən əvvəl, məsələn, deyək ki, qədim Romanın özündə Roma, Yunan günəş növlərinin olması da, onların da həmin o mövzularla əlaqəli olması. Ondan sonra gedirik ki, məsələn, Buddizmə çıxdığı zaman Buddizmin özündə, məsələn, onların monastırlarında həyata keçirilən sağlam həyat tərzinin orada bir növ eyni zamanda idman olaraq həyata keçirildiyini şahid oluruq. Hinduizmin özündə səhərlər, məsələn, günəş çıxmamışdan əvvəl qalxmaları, yəni bu günlərin müsəlmanların namaz qılması kimi onların da müəyyən ibadətləri yerinə yetirməsi. Bunlar təbii ki, bugünkü mənada deyə biləcəyimiz peşəkar idman olmasa da sağlam həyat tərzinin əsas daşıyıcıları olduğuna şahid oluruq. Amma bunun fövqündə bəzi qadağalar da görürük. Məsəl üçün bir-iki il əvvəl söhbətdir. Əfqanistanda Taliban rejimi şahmatın oynamağını qadağa qoydu. Yəni belə qadağalar da var. Bu məsələyə münasibətiniz bilir. Bəzi idman növlərinin, məsələn, şahmat əslində daha çox alınır. Qadağan olması. Bu dində bu məsələyə münasibət necədir? Belə bir qadağanı kim qoyur? Bu çox önəmlidir. Deyək ki, bunu Əfqanistanda bugün Talibanın qoyması da diqqətə layiq bir məsələdir. Çünki şahmat nədir? Şahmat həqiqətən bir düşüncə tərzidir, bir insan beyninin işləməsidir, məsələyə məntiqi yanaşmadır, riyazi düşüncədir, hesablamalardır. Bundan başqa deyək ki, savaş əsnasında belə bilirsiniz ki, bunların o şahmatda piyadaların getməsi, şahın, vəzirin qorunması və s. kimi bir strateji oyundur. Belə bir oyundan uzaq olmaları təbii ki, insanların düşünməyini istəməməyin nəticəsidir. Yoxsa vaxt itirmə məsələsi ilə əlaqəli deyil. Çünki bu günlərim onların daha çox vaxt bolluğu var. Bir çox şeylərdən uzaq olduqlarına görə deyirəm. Bu günlər Əfqanistandan bunu qadağan eləyərək dünyada nə ilə ortaya çıxır?
təbii ki, hələlik nə isə görmürük. Əfsuslar olsun ki, zərərli maddələrlə hələ ki dünyada məşhurdur ki, həmin onların daşınması, lojistikasının o tərəfdən olduğunu şahid oluruq. Bu İslam dinində qadağan olunan məsələlər deyil. İslam dini heç bir zaman şahmat olsun və yaxud da digər əyləncə formaları halal dairə çərçivəsində olduğu təqdirdə bunların həyata keçirilməsi çox təqdirə layiq haldır. Mənim də burada şahmatım da var. Oğlumla da bərabər oturub rahatlıqla oynayırıq. Burada da heç bir qəbahət yox. Əksinə bizim daha yaxşı münasibətlərin formalaşmasına, sosiallaşmağımıza gətirib çıxaran bir məsələdir. Amma onların istinad etdiyi bir hədis yoxdur, var elə. Özlərindən onlar bəzi şeyləri məsələn çıxarda bilirlər müəyyən məsələlərdə ki, hətta müəyyən bir dövrdə futbolu qadağan eləyənlər olmuşdu ki, güya bu İmam Hüseynin başının kəsilib oynanması ilə əlaqəli olaraq qeyd olunurdu ki, bunun da heç bir doğru tərəfi yox idi. Əsassız bir yanaşma idi. Bundan başqa digər məsələlər olsun. Məsələn, dominonu qadağan eləyirdilər, ondan sonra nərdə qadağan eləyirlər. Yəni bu günlərim insanlar əgər həqiqətən burada oturub oynayırlarsa, bunu bir qumar halına gətirmirlərsə, mərc halına gətirmirlərsə, bunu bir əyləncə olaraq görürlərsə və yaxud da insanların bir araya gəlməsi üçün bir səbəb vasitə olaraq görürlərsə, bunu niyə haram deyə bilərsən? Niyə əsaslandırıb deyə bilərsən? Belə bir şey qadağa ola bilərmi? Peyğəmbərin dövründə məsələn elə olub ki, Həbəşlilər, indiki Efiopiyadan gələn insanların orada nizələrlə oyun oynadıqlarını görür. Peyğəmbər də tamaşa eləyib, baxıb. Yəni Peyğəmbər də yox, ancaq gedib bütün günü 7-24 namaz qılıb, ömrünü 7-24 ancaq oruç tutmaqla keçirən bir insan olmayıb ki. O da insan kimi bir insan olubdur. Elədir. Yəni sadəcə bunu biraz abardıb başqa bir formalara çəkirlər ki, bunlar da doğru tərəfi yoxdur bunlar. Amma konkret elə bir idman növü yoxdur ki, İslam ona qadağa qoysun. Məsələn, nə ola bilər? Bu günləri məsələn, mən Amerikada olarkən biz Məhəmməd Əli ilə görüşdük, əfsanəvi boksyor. Onunla görüşdə mən bu sualı vermişdim ki, məsələn, siz bir həm müsəlman olaraq necə ola bilər ki, o bilirsiniz Alzheimer xəstəsi idi. Necə ola bilər ki, başqasına vurmaqla belə bir ad çıxarsın. Təbii ki, özü danışmaqda çətinlik çəkirdi, bilirsiniz. Çətinliklə də yeriyirdi. Onun Louisville-də idi. Kentucky ştatının Louisville-də, paytaxtında. Orada Muhammed Əli Center var idi. Həmin o mərkəzdə Azərbaycan bayrağı da var idi, müsəlman ölkələrindən biri kimi. Onun orada yoldaşı vasitəsilə dediyi ifadə bundan ibarət idi ki, mən heç bir zaman boksla tanınmaqdan daha çox elədiyim xeyirxahlıqlarla tanınmağa üstünlük tutardım, üstünlük verərdim deyə. Çünki insanlar müəyyən bir müddət təbii ki, yaşayandan sonra o tanınmışlığı, məşhurluqdur, onun gətirdiyi müəyyən müsbət və yaxud da mənfi tərəflərdir. İnsan artıq ancaq özü o həddə gəlib çatandan sonra məsələni dərk edəndə bəzən gec olur. Sonra məsələn, bunların gətirib çıxardığı problemlər ortaya çıxır. Məsələn, UFC-dir, yoxsa digərləridir. Məsələn, mən onlara heç bir zaman baxa bilmirəm. Çünki insanların bir-birinə bu qədər qəddar, bu qədər heyvani yanaşmaları nə qədər doğru ola bilər. Bunu insanlar sadəcə əsasən də kişilər baxırlar. Sanki içlərindəki bunu da belə qələmə verirlər ki, o dalaşqan olmaları, ovçuluq anlayışı ilə əlaqəli. Güya bunu aradan qaldırmaq üçün olan bir məsələdir. Yenə də bunun tərəfdarı deyiləm. Nə olur olsun, istəyir oradakı müsəlman olsun, nə bilim kim olur olsun, bu doğru bir yanaşma deyil. Amma Məhəmməd Əli özü qəbul elədiyi hadisi günahdır bu. Təbii ki, onun doğru olmadığını qəbul edirdi, amma o vaxtda onun bilirsiniz ki, qızı Leyla ilə bağlı, onun da boksyorluqla bağlı məsələsi var idi. Orada da yenə öz yoldaşı vasitəsilə ona heç bir nə qadağa eləyə bilirdi, nə də amma yaxşı boksyor olduğunu qeyd eləyə bilmişdi. Aydındır. Amma bir məsələ var, elə ora gəlib çıxacaqdım. Səudi Ərəbistanı bu da hazırda dünyada əsasən UFC yarışlarını Səudi Ərəbistanı təşkil edir. Yəni ən çox orada gəlir, orada əlillər, onlar çox qazanc götürürlər. İslamın belə desək mərkəzidir də, yəni Məkkə, Mədinə o şəhər, o ölkədədir. Onlar buna necə rəva bilir, yəni nə üçün bunu? Valla birincisi ora İslamın mərkəzi deməyimiz özü qüsurludur. Niyə? Çünki sadəcə İslam hardansa bir yerdən ortaya çıxmalı idi. Amma İslamın gəlməyinin ortaya çıxmanın səbəbi də Peyğəmbər bir yerə gəlirsə, deməli ki, həmin o insanlar özləri nə qədər yollarını azmışdılar ki, Peyğəmbər Allah göndərir, həmin onların vasitəsilə də bütün bəşəriyyətə
o haqqı, ədaləti çatdırır. Yəni sadəcə mən Məkkə, Mədinə Sadəcə şəhərlərinə Məkkə, Mədinə orada olduğuna görə bunu orayla əlaqələndirirlər. Sadəcə onlar da Məkkə, Mədinəni özlərinə aid bildiklərindən görə, məsələn, bütün əslində müsəlmanların ola biləcəyi və yaxud da əslində bütün bəşəriyyətin, insanlığa aid olan bir məkanları bunlar sırf özlərinə məxsus bir yer kimi qələmə verib, həyata keçirib, onu da biznesə çevirməyə bacarıbdılar, belə deyim. Yəni din biznesi deyə götürə bilərik. Bilirsiniz ki, müəyyən bu günlərimdə Antarktidaya getdiyiniz zaman Antarktidada bu torpaqlar bütün dövlətlərin söz sahibi ola biləcəkləri, yəni hər hansısa bir dövlətə məxsus olmayan yerlərdir, hər nə qədər yaxınlığında digər ölkələr olsa da. Bu da əslində bütün insanlıq üçün olan bir məsələdir. Necə ki, Birləşmiş Millətlər Təşkilatının həmin o yer Amerikada yerləşsə də, bu ora üzv olan ölkələrin hamısının orada haqqı və hüququ olan bir məkan olaraq qəbul edilir. Ona görə də Səudiyyə Ərəbistanı bu günlərim ona yanaşması bu heç bir zaman dini bir məsələ deyil. Biz elə bilirik ki, Səudiyyə Ərəbistanı dini bir dövlət deyil əslində, teokratik bir dövlət deyil, krallıqdır. Sadəcə o krallıqda da bu günlərim özlərinə uyğun olaraq bəzən fətva verdirə bilirlər, ona uyğun olaraq hərəkət eləyə bilirlər. Dini bu cürə yaşayırlar. Bu da onların seçimidir, amma Allahın seçimidirmi? Quranın buyurduğu mudur? Təbii ki, xeyr. Buna heç bir zaman müsbət deyə bilmərik. Hardasa buna oxşar bir sual vermək istəyirəm. Ərəb milyarderlər, həmçinin Manchester City, PSG belə komandaların sayı çoxdur. Ora sərmayə edirlər. Quranda da belə bir ayə var ki, yeyin, için, amma israf etməyin. Sizcə belə klublara yatırım etmək israfdır? Bunlar bilirsin necədir? İndi məsələyə başqa bir prizmadan yanaşaq. Bir insanın pulu var, harasa yatırım eləməsi, bu axmaq adam deyil ki, öz pulunu çölə tullasın. Və yaxud da getsin İngiltərədə hər hansısa bir komandanı alsın, ora çölə atılsın. Çünki İngiltərədə bilirsiniz ki, komanda alanlardan biri də Hull City-ni alan, məsələn, Türkiyəli milyonerlərdən biri də Acun Ilıcalıdır. Onun özü də müsahibələrində açıq şəkildə deyir, hər nə qədər birinci Premier Liqada oynamasa da onun komandası. Onlar Premier Liqaya gəldiyi zaman orada həm canlı yayınlardan aldıqları vəsaitlərdir, həm orada yığılanlardan da ümumi alınan rəqəmlər onların qoyduqları puldan daha artıq olur. Çünki oraya istədiyin qədər də pul qoya bilmərsən. O zaman da oradakı ədalət anlayışı, yəni bərabər hüquqluluq pozulduğuna görə onların da bir limiti var. Onların futbol federasiyasının qoyduqları bir limit var. Ondan sonra bunların oynadıqları yaxşı olduğu zaman bunlar oyunçuları alaraq və yaxud da sataraq küllü miqdarda pullar qazanırlar. Yəni yoxsa bunlar orada pul yatırıb, mənim artıq pulum var, bunu istədiyim kimi xərcləyirəm demək deyil. Onlar da o dövlətlər də elə belə məsələyə yanaşmırlar ki, onlar da bilirlər ki, bir yatırım olaraq görürlər. Bu da bir biznesdir. Çünki futbol dünyada hər nə qədər əyləncə xarakterli olsa da, bu gün reklamlar və s. olsun. Bilirsiniz ki, hər kəsə müraciət edilən reklam növlərindən birinin də stadionlarda olması və yaxud da futbol göstərilərkən həmin yerlərdə canlı gedərkən verilən reklamlar, bunlar ən bahalı reklamlar sayılır. Bundan istifadə edirlər. Yəni yoxsa hər hansısa bir milyoner gedib nəyəsə pul yatırırsa, kimsə bunu istəyir adı müsəlman olsun, istəyir buddist olsun, istəyir nə bilim dinsiz olsun, buna kimsə nə isə deməyin bir mənası yoxdur ki. Məsələn, bu günlərim Elon Musk özünü deyir ki, tanrını qəbul edən bir şəxs kimi qəbul elədi. O zaman nə oldu? Müsəlmanlar sevinir. Kim nə eləyirsə özünə eləyəcək də təbii ki. Yəni ora pul yatırıb qarşılığını alırsa normal biznesdir. Amma hansısa bir milyarder futbola pul yatırıb oradan xeyir görmürsə ona israf demək olar? Biznes elə bir şeydir ki, biznesdə bu günlərin riskləri var da. Həm qazana da bilərsən, itirə də bilərsən. Bunlar daha çox şöhrətpərəstliklə onu biz deyə bilmirik də. Çünki bilmirik nəyə görə alır. Adamın çox küllü miqdarda vəsaiti var. Yatırdığı yerlərdən biri də olur. Məsələn, gedib hər hansısa bir qlobal şirkətlərin hissə sənədlərini də alır. Və yaxud da müəyyən deyək ki, daşınmaz əmlaka da sərmayə qoyur. Müəyyən bir hissəsini deyək ki, belə bir futbol komandası və s. olaraq dəyərləndirməyə çalışır. Və yaxud da televiziya kanalı açır. Yəni bunlar o müxtəlifliklə həmin o pulunun davamlılığını, həm də qorunmuşluğunu həyata keçirirlər. Şəxsən mən şəxsi fikrimdə bəlkə də yanılıram. Mən elə hesab eləmirəm ki, ərəb milyarderlər o pul qoyub pul götürməyə daha çox fikirləşirlər. Şəxsi fikrim bəlkə də yanılıram. Şöhrətpərəstlik, yəni pul çoxdur deyənə xərcləyək və ona görə də belə mən elə bilirəm. Biz tanımadığımıza görə biz sadəcə olaraq fikir ortaya ata bilərik, amma burada başqa bir məsələ də var. Yəni o pulu məsələn kasıb müsəlman ölkələrində eyni şeyi bir şəxs üçün də istifadə eləyə bilərik ki, Ronaldo'nun bu günlərim Səudiyyə Ərəbistanının liqasında oynaması
o qədər vəsaitin ona verilməsi nə qədər doğrudur? Bu da israfdırmı, deyilmi? Halbuki Ronaldonun ora getməsindən sonra həmin o federasiya, futbol orada daha da inkişafa qədəm qoydu. Eyni zamanda başqa oyunçuların ora getməsidir, həmin oradan reklam olunmasıdır, müəyyən məşqçilərin ora gətirilməsidir. Futbolu buraxacağı təqdirdə bu günlərimi Ronaldonun həmin o ölkənin futboluna verəcəyi, deyək ki, razılaşmalar, müqavilələr əsaslı olan müsbət təsiridir. Bunları dəyərləndirmək lazımdır. Adam eyni zamanda bu günlərim fikir verin, ölkə Səudiyyə Ərəbistanının prensi, şahzadə deyək ki, Salman Amerikaya Trumpla görüşməyə gedəndə Ronaldonu da özündən aparır. O artıq Səudiyyə Ərəbistanının adından ora getmişdir. Yəni Portuqaliyanın adından getməmişdir. Yəni məsələn bir də görünməyən belə tərəfləri var. Onu da nəzərə almalıyıq. Vaxtilə ad çəkməyəcəm. Yəni hələ də prinsipial əhəmiyyət kəsb etmir o şəxsin adı. Ondan müsahibə götürmüşdüm. İslamın elə sizinlə necə müsahibə götürürəm, o İslamın dinə, idmana münasibəti. Ona belə bir sual vermişdim ki, Messi və Ronaldo xeyriyyəçilik ilə məşğuldur. Yəni layihələri var. Nə qədər necə deyim, müəyyən işlər görürlər bəşəriyyətin, insanların rifahı naminə. Onlar İslamı qəbul etmədiyi halda günahkardır, cəhənnəmlik deyə yox. O şəxs mənə demişdi ki, onlar əgər la ilahə illallah Məhəmmədən Rasulullah demirsə, nə əməlini məşğul olsun, istəyir bütün dünyaya yaxşılıq eləsin, yəni günahkardır, cəhənnəmdə yanacaq. Bu fikrə münasibət söyləyirəm. Bu Allahın yerinə qərar verməkdir. Çünki heç kim bizim özümüzün cənnətə getmə deyə bir qarantiyamız yoxdur. Biz belə yaxşı əməllər eləyərək, davranışlarımıza fikir verərək çalışırıq ki, cənnətdə layiq bəndələr olaq. Ki, həqiqətən bunu qazana bilək. Amma bir insanın, İslam dediyimiz nədir? İslamı ancaq la ilahə illallah Muhammed Rasulullah deyir. Bir insan tək la ilahə illallah İsa Rasulullah deməsə, Musa Rasulullah deməsə, İbrahim Rasulullah deməsə, necə olacaq? Məsələn, bu günlərim çünki əgər Məhəmməd Peyğəmbəri müsəlmanlar öz peyğəmbəri hesab edirsə, bu problemdir. İsa da bizim peyğəmbərimizdir, İbrahim də bizim peyğəmbərimizdir, Əlyəsə də bizim peyğəmbərimizdir, Zülkifil də bizim peyğəmbərimizdir. Hamısı bizim peyğəmbərimizdir. Biz fərq qoya bilmərik. Allah Quran-Kərimdə bizə bunu öyrədir. Ondan başqa biz sanki elə bil cənnətə getdik və kimsə gəlib bizim yerimizi dar eləyəcək. Bu qərarı da verəcək olan Allahdır. Çünki biz kimin nə olduğunu bilmirik. Çünki elə insanlar var ki, Allah Peyğəmbərinə belə Quranda bildirir ki, sən həmin o münafiqlərin kim olduqlarını bilmirsən. Yəni bu günlər elə insan ola bilər ki, yanımızda dinlə danışar, dini eləyə bilər, amma ikiyüzlülüyü, riyakarlığı, münafiqliyini biz bilə bilmərik, mümkün deyil. Ona görə də sabahlarım özü, biz burada müsəlman doğulmuşuq deyə, bizə də uşaqlıqdan Muhammed Rasulullah deyə öyrədilibsə, bizim yerimiz avtomatik cənnət mi olur? Bəs bizim əməllərimiz, davranışlarımız, etdiklərimiz harda qaldı? Ona görə buradakı yanaşma yenə dediyim kimi əməllərimizə görə dəyişir. Məsələn, insanlara sabahlarım kimin necə olacağını bilmirik. Yəni bu günlərin burada özünü müsəlman sayıb insanların anasını ağladan elə müsəlmanlar var ki, məsələn onlara müsəlman deyəndə adamın özünün belə dili topuq vurur. Və yaxud da bu günlərim özlərinin neçə dəfələrlə həccə gedib gəlib insanların varidatına sahib çıxan, insanların əməyini sömürən, insanların haqqını verməyən, işçiləri ilə ədalətsiz davrananlar var ki, bu günlərin baxdığınız zaman görürük ki, bəli, bunların elədiklərini heç bir dinlə, heç bir nəyləsə əlaqələndirməyimiz mümkün deyil. Amma din nöqteyi nəzərdən həmən insanlar başqa dində olsa, hətta ateist belə olsa, futbolçu, savab işlərlə məşğul olsa, yəni Allah onun qatında qəbul oluna bilər. İndi burada bir məsələ var da, ateist əgər cənnətə, cəhənnəmə inanmırsa, biz niyə onu cənnətə aparmağa çalışırıq? Adam inanmır. İnanmadığı, qəbul eləmədiyi bir məsələ ilə bağlı biz ona qərar verə bilmərik. Məsələn, bir insan belə bir şey var. Həqiqətən insanın yaradılışında yaxşılıq eləmək anlayışı var. Siz övladınızla oturub kinoya baxdığınız zaman və yaxud da hər hansısa bir sənətli filmə baxdığınız zaman həmişə insanlar istəyir ki, yaxşılar qalib gəlsin. Çünki bu insanın fitrətində, yaradılışında mövcud olan bir mexanizmdir. İnsan da sabahlarım kiməsə yaxşılıq eləyəndə, yaxşılıq eləyən insan yaxşılıq ediləndən daha çox fayda götürür. Çünki biz elə bilirik ki, hər əldə elədiyimiz şeylər bizimdir. Amma Allah Quranda deyir ki, sizin malınızda kasıbın haqqı var. Biz bunun qarşılığını verməliyik, bunu həyata keçirməliyik. İnsan da bəli, həqiqətən yaxşılıq elədiyi zaman özünün daha çox müsbət təsir elədiyini görür, buna görə yaxşılıq eləyir. Çünki ateist üçün belə bir prinsipiallıq yoxdur ki, indi yaxşılıq elədim, sabah pislik eləməyəcəm. Çünki
əsası yoxdur, bir kriteriyası yoxdur. Nəyə görə bunu eləsən, eləməsən. Yəni ona görə deyirəm ki, Allah Quranda deyir ki, kim yaxşılığı eləyirsə, mütləq əvəzini görəcək, zərrə qədər də eləsə yaxşılığını görəcək. Və ümumi deyilir orada. Və mən yəməl miskələ zərrətən şarran yer. Kim də zərrə miqdarı bir mənfilik, pislik eləyibsə, o da onun əvəzini görəcəkdir. Yəni heç bir şey fövdə getmir. Amma adam rahatlıqla hər bir şeyi qəbul elədiyi halda, məsələn, yaxşılıq eləyir və yaxşılığı sabah minnət eləyirsə, boynuna, deyək ki, üzünə vurursa, cəmaət içində aşağılayırsa, bu elədiyi yaxşılıq puç olub onun. Artıq bu elədiyim yaxşılığımı istəyirsən milyon xərclə, sənin onun bir faydası olmayacaq. Bunu nəzərə almaq lazımdır. Aydındır. Bəzi müsəlman futbolçular öz formalarında mərc şirkətlərinin reklamının yığışdırılmasını tələb eləyir. Yəni bu məsələyə münasibəti necədir? Yəni belə olmalıdır. Yəni onunla oynasa günahdır. Daha doğrudur. Nəyə görə? Çünki bilirsiniz ki, belə bir futbolda da qaydalar var. Həmin o reklam öz formalarından götürüldüyü təqdirdə öz maaşlarından da müəyyən qədər cəza ödəyirlər ona görə. Yəni onlar bunu göz önündə alaraq bunu eləyirlər. Niyə? Çünki elinən bir dənə pisliyə, mənfiliyə istəmirlər ki, orada rol oynasınlar. Və yaxud da hər hansısa bir içki reklamını istəmir. Yaxud da bilirsiniz ki, bir dəfə Ronaldo'nun özü belə müəyyən adi kola içkisini kənara qoymaqla kolanın səhmlərinin nə qədər aşağı düşməsindən belə təkan vermişdi. Halbuki vaxtı ilə özü kolanın reklamını eləmiş bir insan idi. Yəni ona görə insanlar da bu məsələdə yanaşması nə dedi? Dedi ki, su içməyiniz daha yaxşıdır. Yəni bu çox böyük bir mesaj idi. Yaxud da məsələn mən övladlarıma da həmişə göstərirəm ki, məsələn bu adamı elədiyi yaxşılıqları da var, futbolu da var. Eyni zamanda baxırsınız ki, özünün kitab oxuduğu yerdə şəklini də paylaşır. Bu da gözəl bir mesajdır. Yəni ona görə bu mesajları düzgün dəyərləndirməliyik. Bilirik ki, futbolda bu günlərin milyonlarla, bəlkə də milyardlarla insanların baxdıqları, vaxtlarını, başlarını ondan qatdıqları bir yanaşmadır. Hətta o vaxtı Portuqaliyanın bir diktatoru var idi. Ondan soruşanda ki, sən nə ilə bu qədər vaxt diktator qala bildin? İnsanları, kütləni necə idarə eləmişdin? Demiş ki, 3 F ilə. Birincisi də futbol idi onun. Onlardan birinlə başını qatırdı. Çünki futbolu da dediyimiz kimi hər gün məsələn o futbolla bağlı şərhlərin verilməsi, bunların müzakirəyə çıxarılması, onunla bağlı verilişlərin olması. Yəni baxsan amma bəzən bəlkə də o futbolçunun özü bunların bir çoxundan xəbəri yoxdur deyə və yaxud da bəzən heç bunları oxumayıb, sadəcə gözəl qabiliyyəti olduğuna görə belə bir şeylərə haqq qazanırmı? Bu nə qədər doğrudur? Bu da sorğulanmalı başqa bir məsələdir. Amma o yazılarla oynamaq, yəni bir müsəlman futbolçuya günah qazandırır yoxsa yox? Yoxsa imtina eləyir, onun iradəsidir. Amma onunla oynamağa razılaşır, o günah. Yəni bilirsiniz necədir? Burada belə bir məsələ var da. Quran-Kərimdə zina etməyin demir. Deyir ki, zinaya yaxınlaşmayın. Yəni nədir? Ona aparan səbəbləri aradan qaldırır. Və yaxud da nə dediyinizi anlayana qədər namaz qılmamağı deyir. Və la taqrabusal, namaza yaxınlaşmayın deyir. Nə vaxt nə dediyinizi anlayana qədər. Yəni burada da o şeytanın başqa bir yerdə ayədə şeytanın addımlarından bəhs eləyir. Yəni bunlar bir-bir aparıb, çünki sabahlarım həmin o formanı başqa gənclər, onun deyək ki, fanatları olan gənclər də alıb geyinəcəklər, istifadə eləyəcəklər, onun kimi olmağa çalışacaqlar, onun yediyi, içdiyi və s. kimi. Bu bir nümunə anlayışı olur. Bunun olmamağı təbii ki, daha gözəldir, daha yaxşıdır. Ramazan ayında oruç tutmaq idmansın səhhətinə müsbət təsir göstərirmi? Əgər məşqçi onu qadağan etsə, idmansın etməlidir. Yəni Quran-Kərimdə belə bir ayə var, hətta valideyn belə onu Allahın buyruqlarına qarşı çıxarsa, valideynə qarşı belə deyir, xoş rəftar edirsən, amma onun dediyini eləmirsən. Çünki bu məsələ fərdi bir məsələdir. Sabahlarım həmin o məşqçi özü də dəyişə bilər və yaxud da futbol komandası da dəyişə bilər. Bunlar çox normal bir yanaşmalardır. Amma sən kimi üçün oruç tutursan? Allah üçün. Yəni bu qaydaya uyğun olaraq hərəkət etməyin daha məntiqlidir. Məsələn, deyilə bilər ki, həftədə bir dəfə oyundur, həftədə bir dəfə həmin gün oruç tutmaya bilər. Əgər həqiqətən ciddi bir qüsur olarsa, bədənində problem yaranarsa və yaxud da həmin gün oyuna da çıxmamağı mümkün ola bilər və yaxud da çıxdığı təqdirdə həmin gün müəyyən bir səbəb olaraq həmin gün oruç tutmaya da bilər, amma orada da nə qədər 90 dəqiqədir. 90 dəqiqə bu onun həyatında hər nə qədər olsa da ciddi bir problem olmur. Bəzən də oyunların saatına baxırıq ki, əksər hallarda oyun saatları həmin o iftar vaxtından sonraya düşür. Burada da bir problem olacağını düşünmürəm heç bir zaman. Hətta oyunlar dayandırılır bəzi ölkələrdə. Bəli, çünki niyə? Belə şeylərdə
həmin o insanların başqasının dini Bəli. ibadətinə, dini yanaşmasına sayğı ilə yanaşmaları həmin o insanların da insanlığa verdikləri gözəl bir töhfə olur. İslamın qadınların idmanla məşğul olmağına münasibətindən deyək. Məsəl üçün bəzi ölkələrdə, məsələn elə ölkələr var ki, hətta o dərəcədə ki, qadınları stadionlara hətta tamaşaçı kimi belə buraxmırlar. Ya olmaz qadınlar stadionda. Ümumiyyətlə məsələn, hicabla oynamaq, qadın hicabla oynamalısan. Bu məsələ ümumi kompleks yanaşmaq olur. Mənim indi özümün məsələn məşq elədiyim yerlər var, getdiyim. Həmin orada bizim tanınmış məsələn başörtülü xanımlardan gələnlər də var. Məsələn, Alim Qasımovun qızı Fərqanə xanım da ora idmana gəlir. Başörtülü şəkildə də gəlir. Öz idmanını, məşqini məşqçisi vasitəsilə eləyir. Yəni burada heç kimdə bir qəbahət görmür, heç bir problem də yaratmır. Ondan başqa məsələn bəzi başörtülü xanımlar da çox rahatlıqla gedib hər bir yerdə deyək ki, müxtəlif idmanlarını eləyə bilirlər. Yəni bu bir problem deyil axı. Peşəkar da hətta normaldır. Peşəkar eləyənlər də var bu məsələdə. Sadəcə olaraq yenə deyirəm, müəyyən kriteriyalar var ki, bu günlərim həmin o kriteriyalara özləri nəzarət eləmələri halında bu daha gözəl olur və bunu hər kəs də bilir nəyin nə olduğunu. Ona uyğun elədikləri zamanda bir problem yoxdur. Stadiona getmək məsələsində əvvəllər bəzi ölkələrdə qadağalar var idi, bəziləri bunu yumşaltdılar. Amma bu məsələyə başqa prizmadan yanaşılmasından gətirib çıxara bilər ki, stadionda ancaq kişilər olurdu, ağızlarına gələn müəyyən ifadələri, işlətmələri və s. Amma xanım olduğu zaman, qızlar olduğu zaman, qadınlar olduğu zaman məsələyə bəlkə də daha etik şəkildə yanaşmaları daha doğru ola bilər. Niyə də olmasın? Əgər bu gün kişilər gedib elə istirahət eləyə bilirlərsə, əylənə bilirlərsə, qadınların gedib əylənməsi burada niyə qadağan olmalıdır? Bu da anlaşılan bir məsələ deyil. Elşad bəy, bizim çempionatda da görürük, Azərbaycan çempionatında da dəfələrlə olub, xaricdə də belə hallar olur. Bəzi qadın hakimlər olur, yan hədd hakimlər əsasən, yəni baş hakim də olur. Bəzi müsəlman futbolçular həmən oyundan əvvəl görüşərkən qadın hakimi əl uzatmır ki, naməhrəmdir, əllə görüşmək olmaz. Bu məsələyə münasibətinizi öyrənmək istəyirəm. Bu məsələ biz o vaxtı Amerikaya dəvət olmuşdu. Amerika Dövlət Departamentinin bir proqramı var idi. Həmin proqram çərçivəsində biz ora gedəndə bizlə gedən başqa bir dindar 2 nəfər kişi xeylağı da var idi. Onlar məsələn Amerika Dövlət Departamentinin, yəni belə deyək də Xarici İşlər Nazirinin müavini gəldiyi zaman xanım idi. O əlini uzatdı xanım. Bu adamların ikisi məsələn əllərini uzatmadılar. Xanım çox pis oldu əslində orada hiss elədim. Mən amma əlimi uzadıb görüşmüşdüm də. Yəni mən orada onlarla da sonradan da müzakirə etdim. Dedim bu sənin İslamının və yaxud da sənin nə qədər mühafizəkar olduğunun, nə qədər dindar olduğunun bir göstəricisi deyil. Çünki bunu eləməklə sən o insan da əlini uzadırsa, məsələn qadın olaraq sən ona qadın gözü ilə deyil, insan gözü ilə baxırsan. Yəni sən başqa bir münasibət o əlin ələ dəyməsi ilə o şəkildə görüşdüyün zaman əgər bir beynində qığılcımlar yaranırsa, inanın sənin özündə bir natamamlıq kompleksi var. Bunun o nəticəsi olaraq görürsən. Bununla bağlı müəyyən hədislərin olduğunu deyirlər. Peyğəmbərə istinad edilənlərin ki, belə günah qazanacaqlar, belə eləyəcəklər. Amma Quranda bununla bağlı bir qadağanı görə bilmərsiniz. İnsan görüşdüyü zaman da heç bir zaman məsələn kiməsə əl verəndə, məsələn bilirsiniz ki, bizdə də xanımlar tam olaraq yox, bəzən əllərinin ucları ilə. Yəni bunun bir problem halına gətirib bunu dinin göstəricisi kimi təqdim edilmənin heç bir mənası yox. Əslində orada kiminsə qəlbinə dəyməyi özü belə artıq günah çıxır. Yox, indi bilirsiniz necədir? Ya bu əvvəlcədən xəbərdar edilsə məsələ, bilinsə, insanların bu ola bilər ki, özü dünya görüşü özü bilər yanaşması. Məsələn bilirsiniz ki, bizdə bəzən əlcək taxdığımız zaman əlcəklə insanlar görüşməz, amma başqa yerlərdə rahatlıqla görüşürlər kişilər belə. Amma bəzən əlcəyini bizdə necədir? Əlcəyimizi çıxardıb görüşürük. Bu da bir etik qayda olaraq bizim mental dəyərlərə məxsus olan bir yanaşmadır. Amma adam da var ki, başqa əlcəklə görüşür, bunu qəbahət görmür. Eyni zamanda bu məsələlərdə də, yəni Yaponiyaya getdiyiniz zaman orada imperatorla, imperatoriça Barack Obama ilə o vaxtı görüşdüyü zaman, məsələn, qadın əllə görüşməmişdi, uzaqdan salamlaşmışdılar. Yaxud da İngiltərə kraliçası vaxtı ilə, Elizabetin vaxtına, orada da məsələn özü əlini uzatmasa, kimsə ona əlini uzatmağı etik sayılmırdı və hətta protokolda belə bir qayda var idi. Yəni məsələyə bu prizmadan yanaşıldığı zaman tamam başqa məsələdir. Bir də var ki, sən dini məsələ olaraq görüb bunu bu cürə təqdim eləməyin, yəni bunu sən dindarlığını mı göstərirsən, yoxsa nədir bu? Vallahi bunu mən düzgün şəkildə qəbul eləmirəm şəxsi də görüşümdə. Hətta belə
Cüdoda mən görmüşəm, şahid olmuşam. Bəzi cüdoçular, yəni ibadət əhli cüdoda belə görüşmək, onu eləmir ki, yəni Tanrı qarşısında baş əyə bilərik. O da yəni Məsələn, siz bu günlərə məsələn Taylanda gedəndə də orada salamlaşma belə bu cürədir. Yəni bunu elədiyin zaman bu salamlaşma da adət-ənənədir. Heç kimin qarşısında nə səcdə edirsən, nə baş əyirsən, nə təzim eləyirsən. Yəni burada və yaxud da bir namaste dediyimiz bir məsələnin Hindistanda da bir də görüşsə bu cürədə görüşmələr var. Nə olur burada? Yəni bilirsiniz, biraz bu dünya görüşündən, bilgi dağarcığının azlığından yanaşılan bir yanaşmadır. Oradan qaynaqlanan. Və sonuncu sualım idman və doping məsələsi var. Yəni idmanın yaralı yeridir. Yəni son 20-30 ildə dəhşət belə hallar çoxalıb. Bir idmançı doping qəbul edirsə, bir müsəlman idmançı, o həm də günahkar sayılır. Təbii ki, aldadırsan axı başqasının qarşısında. Çünki bu gün bu qaydalar niyə qoyulub? Həmin o qaydalar qoyulur ki, bir ədalətli yarış olsun, ədalət müstəvisində həyata keçirilsin. Əgər sən bunu eləməklə həm Allah yanında yalançılığını bir üzə verirsən, həm də bu günlərim o dopinqə baxan həmin o federasiyanın və yaxud da komitənin qarşısında öz yalançılığını ittiham edirsən. Həm bu tərəfdən özünü dindar göstərsən, bu tərəfdən də bunu eləmək nə qədər doğru ola bilər? Bu iki qat məsuliyyət daşıyan bir məsələdir əslində. Yəni ona görə belə bir şeyləri heç bir zaman, heç bir şəkildə heç kim haqq qazandıra bilməz. Çox sağ olun dəvətiniz. Siz də sağ olun Tahir bəy. Təşəkkür edirəm. Sizdən nə qədər. Dini darların rəvayətlərindən yorulmusunuzsa, nağıllardan bezib haqqı axtarırsınızsa, İslamda nələrin olub-olmadığını bilmək istəyirsinizsə, Elşad Mirinin İslamda varmı kitabı göydən düşmə olacaq. Əldə etmək üçün 012 408 08 88-ə zəng edin. 051 408 08 88 WhatsApp nömrəsinə yazın.